Milmuğan Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon komitələrinin dəstəyi ilə 2 fevral Gənclər Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Milmuğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, idarənin struktur bölmə rəhbərləri, rayon təhsil sektorlarının müdirləri, həmçinin ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllim və əməkdaş iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər gənclərin milli mənəvi dəyərlərlə bağlı vətənpərvər ruhda formalaşmasında təhsil müəssisələrinin xüsusi rolunu vurğulayıblar. Qeyd olunub ki, gənc müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyinin formalaşmasında mühüm missiya daşıyırlar. Bildirilib ki, son illər ölkəmizdə təhsilə göstərilən diqqət və dövlət qayğısı nəticəsində gənc müəllim bazasının formalaşdırılması və gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Təhsil sahəsində aparılan islahatlar, gənc kadrların işə cəlb olunması və onların peşəkar inkişafına yaradılan imkanlar müəllim peşəsinin nüfuzunun artmasına xidmət edir. Bu tədbir də gənc müəllimlərin stimullaşdırılması, onların fəallığının artırılması və təhsildə keyfiyyətin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onlara peşəkar fəaliyyətlərində uğurlar arzulanıb. Tədbirin sonunda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan bir qrup fəal gənc müəllim müxtəlif nominasiyalar üzrə təltif olunub. Onlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Rəsmi hissədən sonra görüş bədii proqramla davam edib və iştirakçılar üçün bayram əhval-ruhiyyəsi yaradılıb. Uşaqlar rəqs nümunələri və mahnı ifaları ilə çıxış ediblər. Qurban Vidadioğlu, Həcər Həsənova, Aydın Yavərzadə bu gün informasiya proqramı üçün.